Yazıb ki, px çox ədlisi 3 dərəcəli dərəcəli çox ədliymiş. Çox maraqlı bir məsələyə oxşuyur. Baxın, diqqətli olun. Yox, P2-ni də verib və P0-ı 8 verib. Bir dəyişənli 3 dərəcəli çox ədlidir deyir. Deyir P-1-i tapın. Bir şey yadınızda saxlayın. Bir çox ədlidə, məsələn, P2 bərabərdir 0 yazırlarsa, orada mütləq və mütləq Px çox ədlisində mütləq və mütləq x minus 2 vuruğu var ki, hələ davamını gətirmirəm. Bax, x-in yerinə 2 yazanda burası nə olur? 0 olur. Məsələn, P-2 bərabərdir 0 yazıblarsa, onda orada hökmən Px çox ədlisinin 1 vuruğu x plus 2-dir ki, davamı maraqlı deyil. X-in yerinə -2 yazanda, bax, burası nə olur? 0. Vurması da 0-da deməli ödəyir. Yəni, diqqətli olun. Bax, bunun burasını bura atacağım. Bax, bunları mənə veribsə və mənə deyir ki, bax, -2 var. Yəni, bunun burasında x plus 2 varmış. 1 var. Deməli, bunun burasında x minus 1 varmış. 2 var. Deməli, burasında x minus 2 varmış. Və fikir verin, deyir ki, 3 dərəcəlidir. Deməli, elə 3 dənəni vuranda x kubu alınacaq. Doğrudur. Amma baş əmsalını bilmədiyimə görə, yəni bu belə də ola bilər. Ax kubu plus bx kvadratı plus cx plus d şəklində olan bir funksiyadır. Baş əmsalını bilmədiyimə görə mən bura bir a atıram. İndi əlavə deyir ki, P0 8 imiş. Onda x-in yerinə mən burada 0 qoysam, olur a vur 2, vur -1, vur -2. Sərbəst ədəbi oldu. Yəni x-in yerinə 0 qoyanda. Bu da deyir 8 imiş. Onda a nəyə bərabər oldu? 2. Deməli, gətirib bunları da silirəm. Gətirib mən burada x-in yerinə a-nın yerinə 2 qoysam, çox ədlimi bu şəkildə alıram. Bu şəkildəymiş. İndi P-1 tabii x-in yerinə -1 qoyub hesablayarsınız. Anladıq mı?